Salam, belə bir mix sualı var. İlk öncə verilənlərə əsasən baxırıq ki, ümumi uzunluğu bizə el veribsə, elin 4də 3-ü bura düşdüsə, deməli geridə qalan da oldu 4də 1 el. Sonra çubuğun özünün çəkisini 30 kiloqram verib, çubuğun ağırlığını hardan götürürük? Mərkəzdən, yəni tən ortadan. Çubuğun ağırlığını MJ-si 30 vurulsun 10-dan 300-ə bərabər olmuş olur. Davam eləyək. İndi dayaqla bax bu ağırlıq arasındakı məsafəni necə tapırıq? Baxıram ki, ümumisi 4də 4-dür. Yəni çubuğun ümumi uzunluğu 4-dən 4-dür. 4də 1-i burada var, 4də 3-ü buradadırsa, deməli tən yarı olacaq 4-dən 2. Yəni bax bu hissə 4-dən 2-dirsə, burada qalan da 4də 1-dirsə, deməli aradakı dayaqla ağırlığın arasındakı məsafədə 4də 1-ə bərabər olmuş olur. Bunu da qeyd edək. Bax, buradakı məsafədə oldu 4də 1. Davam edək. Və bizdən bax bu T gərilməni soruşur. İndi nə edirik? Bunu aşağıya doğru, daha doğrusu saat əqrəbinin əksi istiqamətdə bir ağırlıq qüvvəsi var özünün. Ağırlığın qolu nə qədərdir? 300-ü vururam ağırlığın qoluna. 4də 1-ə bərabər eləyirəm və saat əqrəbi istiqamətində də çəkən bir T gərilməsi var. T gərilmənin qolu nə qədərdir? 4də 3. Buradan T gərilməni tapmaq üçün 4də 3-ü digər tərəfə tərsinə atırıq. 4 yuxarı gedir, 3 aşağı. 4-lər ixtisar gedir, 3-lər ixtisar gedir, yerdə qalır 100 Newton.